Həndpan poladdan hazırlanan və əl ilə ifa edilən bir alətdir. İlk dəfə 2000-ci illərin əvvəllərində İsveçrədə icad edilən həndpan yuvarlaq bir gövdəyə malikdir və üstündə 7-dən 10-a qədər olan qübbə şəkilli çıxıntılar var. Onda ifa edilən zaman insanın zehnini sakitləşdirən bir səs yaranır. Həndpan ifa etmək asan görünsə də, bu alətin mükəmməl şəkildə ifası üçün illərlə məşq lazım olur. Elşən Məhərrəmov 14 ildir musiqi ilə məşğuldur. Əvvəl digər musiqi alətlərində ifa edən musiqiçi son illərdə həndpanda ifa etməyə başlayıb. Səbəbini isə ölkəmizdə insanların bu musiqi alətinə böyük maraq göstərməsi ilə əlaqələndirir. Mən ritmik alətlərin hamısını istifadə edə bilirəm. Udarnik, nağara, darbuka, kajon. Azərbaycana yayılmağı yeni yayılıbdır. Çox insan bilmir nədir. Hətta məsələn mən çöldə, parkda falan ifa etdiyim zaman qıraqdan çox cəzb edici gəlir. Həqiqətən çünki nə olduğunu bilmirlər, amma səsə gəldikdə isə insanlara çox maraqlı gəlir. Həndpan adətən iki əllə çalınır. Sol əl bas notları çalmaq üçün istifadə olunur. Sağ əl isə melodiyanı ifa edir. Alətin üstündə olan çıxıntılar fərqli notlar və tezliklər yaradır. Həndpanda ifa edilən zaman alətin bütün səthinə toxunulur və bu da bəzi hallarda əldən gələn tər və ya yağların alətin səthində yığılmasına səbəb ola bilir. Bu səbəbdən alətin təmizliyi olduqca vacibdir. Həndpanda ifa edilən zaman notların düzgün şəkildə sıralanması üçün ifa texnikaları tətbiq olunur. Handbalda Avropa musiqiləri, bizim musiqiləri, hər musiqi istifadə eləmək, notlar barəsində hər bir şey istifadə edə bilirsən. Əsasən insanın musiqidə tutuculuq, duyum deyilən bir şey var. Məsələn, mən o duyum şəklində handbalı istifadə edə bilirəm. 8 notun 8-dən də istifadə edə bilirəm. Handbal həm ritmik, həm də melodik mahnılar üçün istifadə olunubdur. Mən buradan sizə bir şey göstərə bilərəm. Belə həzin səsləri olduğu üçün meditasiya və ruh dincəltmə üçün istifadə olunur. Həndpanın tonu, onun materialı, forması və ölçüsündən asılıdır. Həmçinin hansı notların bir araya gətirildiyi və hansı texnikaların tətbiq edildiyi də tonuna təsir edə bilər. Həndpan daha çox sakitləşdirici təbiəti ilə yoga və meditasiya aləmində məşhurlaşdırılıb. Gülnar İlqar qızı, Emin Tağıyev, Telesəhər.